Bugün de istedim sizlerle Almanya istehsalı olan ve Almanya'da eləcə də Türkiye'de viral olan Schoetten Stracciatella şokoladını istedim bölüşəm. Türkiye'de ve Almanya'da dediğim gibi viral olan, ağız dolusu danışılan bu şokoladın ilk önce içliğinden size bahsetmek istedim. İçliği qovrulmuş kakao parçacıklı, ağ şokoladı 71%, tünd şokoladı ise 25% olan bu şokoladı həqiqətən də mən və övladlarım da çox bəyəndik. Həqiqətən də görkəmi də çox gözəldir. Dadı isə möhtəşəmdir. Çayın yanında yeyib nuş edə biləcəyiniz ən dadlı şokoladlardan birisidir. Və hər birimizə məlumdur ki, Almaniyanın şokoladlarına taş çıxarta biləcək şokolad yoxdur. Və bu isə karamelli olanıdır. Bunun da içərisində qovrulmuş kakao parçacıkları var. Karamelli olduğu üçün bunun dadı fərqlidir. Bu isə çox dadlıydı. Həqiqətən də alıb yeyib nuş edə biləcəyiniz dediyim kimi ən dadlı şokoladlardan almaq istəsəniz mütləq Schoetteni alın deyərdim. Qiyməti isə hər birinin 4 manatdır. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Alıb sınayan izləyicilərimdən fikirlərinizi yazmağı, bəyəndiyinizi, bəyənmədiyiniz nə oldu və bəyəndikləriniz nə oldu? Mən düşünürəm ki, bəyənməyən izləyicilərim ola bilməz, çünki çox dadlıdır. Bu qədər, göz haqqınızı halal edin. Hələlik.